56 yaşlı qadın pasiyentimizin mədə müayinəsini icra edirik. Xəstəmizdə epigastral ağrısı, döş qəfəsi arxasında ağrı hiss edir. Qida borusu aşağı ucunda yara izlədik. Bax, yaraları. Yaralar həmin ağrıları verə bilər. Ümumiyyətlə, döş qəfəsi arxasında ağrı verən səbəblər qida borusu xərçəngindən tutmuş, ezofagitlər, qida borusu aşağı ucunda sətkilər, yaralar, bəzən hər hansı bir kütlə törəmə olarsa və yaxud da qida borusunda spastik ağrılar da ola bilər, divarlarının spazmından yaranan ağrılar da ola bilər. Bunları araşdırmaq üçün mütləq endoskopik müayinədən keçmək lazımdır. Səbəbi dəqiq bilmək üçün. Eyni zamanda qida borusunda göbələklər də bu kimi şikayətlər verə bilər. Bəzən divarlarında göbələk ərkləri olur. Bu ərklərdə xəstədə ağrı şikayəti verə bilər. Sağlam olun, sağlamlığınıza dəyər verin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.